Ötən ilin iyulunda Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticələnən motosiklet qəzası ilə bağlı açılmış cinayət işinə dair məhkəmə prosesi başa çatıb. Məlumata görə məhkəmə hökmünə əsasən ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə araşdırması zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən 3 gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti müvafiq sürücülük vəsiqəsi olmadan idarə edib. Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti saatda 100 km-dən artıq sürətlə idarə etdiyini bildirib. Onun sözlərinə görə İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıyıb və onunla evlənmək fikrində olub. İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını bildirib. Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanın məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.